OTK-nın 2025-ci il noyabr ayında keçirdiyi buraxılış sınav imtahanının ingilis dili dinləmə sualları. 80-ci sualda nə istəyir? The passages mainly about mətn haqqındadır. Deməli, how to take a photo of rainbows. Ümumiyyətlə, dinləmədən öncə baxırsınız ki, variantlarda, daha doğrusu suallarda rainbow-suz görürsünüz, çox əksərdir. Rainbow. Deməli, söhbət göy qurşağından gedir. Və göy qurşağının şəklini necə çəkmək olar? Hər halda bundan 1-2 dəqiqə danışmaz dinləmədə. The rainbow emojis. Dinləyəndə fikir verəcəksiniz, burada emoji sözü deyirmi? 1 dəqiqə. Və nələrə diqqət yetirməlisiniz, onları yazacağım. Experiments Newtondan çox da danışmır burada. Bir-iki yerdə adı çəkilib. The meaning of colors, rənglərin mənalarından danışırmı ona? Fikir verəcək. Colorful semicircle. Əgər cavab söhbət rainbow-dan gedirsə, rainbow elə rəngli yarımkürə deməkdir. Çox ehtimal, yüksək ehtimal cavab Y olacaq burada. 81-ci suala gələk. 81-ci sualda the kind of single rainbows. Burada bu fikirdən sonra səslənən 2 fikri yazacaqsınız, yəni cümlədə. Baxacaqsınız nə deyirmi onu, o fikirləri. Asandır bu. Keçək 82-ci suala. 82-ci sualda doğru fikir istəyir. It is possible to see the rainbow before the rain. Deyir ki, yağışdan əvvəl görmək mümkündür. Tərcümə edə bilməsəz də mütləq şəkildə söz önlərə before zaman 1 dəqiqə. Burada before-a baxacağıq. It is possible, inkar mı deyir, təsdiq mi deyir? Newton proved that white lights, baxırsınız white light is made of all the rainbow colors. Sinonimlərlə əvəz edə bilərlər, amma yenə də fikir eyni qalırsa, demək variant doğrudur. You can see gray and brown colors. Burada gray and brown-u can mi, can't mi see olacaq, ona fikir verəcəyik. The kind of rainbows are based on their order. Bu fikir səsləndiribsə ona baxacağıq. Most rainbows exist without sunlight. Without, bir də most sözlərinə fikir verəcəksiniz. Scientist sözünün qarşısındakı da sifət lazımdır. Yəni onu xarakterizə edən sifət. 84-də asandır tapmaq, çünki ən azından bilirsiniz ki, 2 söz lazımdır sizə, çünki between deyir. 85-də what feature do the rainbow and rainbow flag emojis express today? Deməli, göy qurşağı bayraq emojiləri nəyi bugün ifadə edir? Yəni cizgiləri nələrdir? Burada bunları deyəcək cümlənin əvvəlində və yaxud da sonrasında. Keçək dinləməmizə. The pineapple is a tropical plant with a sweet, edible... İndi dinləmə mətni üzrə tapşırıqların yerinə yetirilməsinə başlayırıq. Mətin 2 dəfə səsləndiriləcək. Əvvəlcə 2 dəqiqə ərzində dinləmə mətni əsasında tərtib olunmuş tapşırıqlarla tanış olun və mətndən sizə lazım olacaq məlumatları müəyyən edin. Sky. Mən mətni səsləndikcə qeydlərimi aparacağam burada. Siz də mətni dayandırıb, videonu dayandırıb qeydlərinizi apara bilərsiniz. Diqqət! Mətin 1-ci dəfə səsləndirilir. Mətni dinləyin. A rainbow is a beautiful optical phenomenon. It usually appears in the western sky in the morning and in the eastern sky in the early evening. A rainbow looks like a semicircle, but it is difficult to take a photo of the whole semicircle in one picture. A rainbow typically has 7 colors: red, orange, yellow, green, blue, indigo, and violet. Indigo is a rich color between blue and violet. Colors such as pink, gray, and brown are not in the rainbow because they are not pure colors. They are made by mixing different colors together. The colors of the rainbow always appear in the same order. There are about 12 kinds of single rainbows. They differ in the colors and the brightness of their stripes. They usually appear after the rain. A rainbow cannot exist without rain and sunlight. The famous scientist Isaac Newton was the first to explain the rainbows. His experiment proves that white light contains all the colors in the rainbow. Today, the rainbow and rainbow flag emojis are symbols of positivity and pride. 2 dəqiqə ərzində dinləmə mətni əsasında tərtib olunmuş tapşırıqlara yenidən baxın və qeydlərinizi aparın. Burada positivity and pride 85-ci sualda ən sonda səsləndirdi cavabı. 84-də indigo is a rich color between violet and blue or blue and violet. Scientist sözün Isaac Newton'dan danışanda famous scientist Isaac Newton deyəndə famousdır. 82-ci sualda eynən dedi, amma made of-un yerinə contain dedi. Yəni ağ rəng bütün rənglərin tərkibində var. Eyni şeydir, cavab B idi. Və 81-də are different in the color or differ in the brightness of their stripes dedi. 2 və 3 doğrudur.
80-də də demişdik ki, elə göy qurşağı nə deməkdir? A colorful semicircle deməkdir. Cavabımız Y-dir. Oldu 80Y, 81A, 82B, 83 famous, 84 blue and violet, 85 positivity and burada express ifadə edir yerinə symbol of dedilər. Simboludur və yaxud da onu ifadə edir. Positivity and pride. Belə.